Elin səsi yenə də Mingəçevirdə. Əziz dostlar, hər vaxtınız xeyirli olsun. Hava şəraitinin necə olmağından asılı olmayaraq yaz, yay, payız, qış biz bu gözəlliyi siz dəyərli dostlara təqdim edirik. Və buradan səslənirəm bizim çox dəyərli ifaçılarımıza. Hər biriniz Mingəçevirin qonağı ola bilərsiniz. Elin səsi verilişində buranın mənzərəsi, buranın görüntüsü, buranın təəssüratları illərlə sizin xatirələrinizdən silinməyəcək. Bugün də özəl ifaçılar dəvət etmişik ki, məsələ elin səsində onlarla həm gözəl tərtibatda söhbətlər aparacaq, həm də elə ifaçılardır ki, maşallah dinləməklə doymayacaq. Hər zaman mavi ekranlardan tanışdı, müəyyən qalmaqallarda adı da çəkilir. Ancaq ifa tərzi, seçimi, publikası, performansı tamamilə fərqlənən bir ifaçıdır və o səbəbdən vaxtı fövtə verməyəcəm. Çox uzatmayacağım ki, həmin ifaçını sevə-sevə təqdim edim. Xətri mənim üçün əzizdir, özəldir. Odur ki, özüm alqışlamaqla dəvət eləyəcəm ki, gözəl bir ifa təqdim etsin. Ofeliya xanım Şabanova! Sevgin axır ürəyimə çay kimi, sanki üzün parıldayır ay kimi. Səni verib Allah mənə pay kimi, gecələrimi nurlu edən məni. Sevgin axır ürəyimə çay kimi, sanki üzün parıldayır ay kimi. Səni verib Allah mənə pay kimi, gecələrimi nurlu edənim mənim. Mən sənə doğru gəlirəm addım addım, sən mənə sevdirdin aylı gecələri. Səsləsəm ulduzları da, yıxsam da göyə, İnan ki varlığın nur saçır yerə. Görməsəm dəli olaram. Ayda bir uca varlıq yanır gecələr, ay bənzərirsən həyatım. Qaranlıq gecəmdə şölə saçırsan, İnan ki görməsəm dəli olaram. Görsərik uyunda mən tək, kimsənə canan olar. Sən mənim dərd otağımsan, sənə qurban olayam, ayam. Hey, hey.
Xoş gəlib səfalara gətirmişsiniz Ofeliya xanım. Sizi Çox görməkdən sağ olun. məmnunam. Bugün tək olmayacaqsınız. Bizimlə bərabər gənc amma istedadlı Rovik Səfərov da bizimlədir. Hər Xoş birinizi gördük. salamlayıram Xoş gördük. və istəyirəm siz də tamaşaçılarımızı salamlayasınız. Salamlayıram tamaşaçıları. Zamik çox sağ ol dəvətin üçün. Sən həm dəyərli dostsan, həm bizim üçün dəyərli aparıcısan. Çox sağ olun ki, dəvət elədiniz. Biz də sevə-sevə Roviklə bir yerdə gəldik. İnşallah hər şey gözəl olacaq, yaxşı musiqilərimiz olacaq. Tamaşaçıları da salamlayıram. Xoş istirahətlər olsun hər birinizə. Mən öz növbəmdə salamlayıram sizi də. Elin səsini izləyicilərini də xoş gördük hər birinizi. Çox gözəl formatda, ilk dəfə ki belə formatda bir verilişdə qonağıq biz. Təşəkkür edirəm dəvətə görə. Əziz Zamik bəy, xeyirli uğurlu olsun verilişinizə. Amin. Mən Ofeliya xanıma hər zaman söyləmişəm da, nə vaxt gəlsən bu gəminin hər tərəfinə nə qədər Bu ki, gəmini qapı özüm var, almışam pəncərə əslində. var. Yəni bu gəmini özüm almışam. Yəni gizlədirsiniz ki, bir də paxıllıqdır. Özüm almışam, ürəyiniz nə vaxt istəyir, yəni bir dənə zəng eləyirsiniz ki, Ofeliya xanım olarmı gəmini istifadə eləyək? O da problem deyil. İkiz Buyurun. danışım mən getdim. Gedə bilərsən. Başqa vaxtda Ofeliya xanımı danışdırırsan, dindirirsən, pul yoxdur, ağlayır. Onu kreditdən almışam, bunu nə bilim kimsə hədiyyə eləyibdi. Mən nə vaxt demişəm, mənim elə kreditim yoxdur. Nə bilim 2 dənə evim yoxdur, bir dənədir, birində ikirədə qalıram. İndi deyir ki, deyibsə bu gəmini almışam, inanın ki alım. Yəni, İpotekaya götür. Mən bəlkə də çox tək-tük insanlardanam ki, mənim kreditim yoxdur, inanırsınız. yoxdur, heç olmuyor. Bəli. ümumiyyətlə. Heç, yəni ehtiyacım Biz sizin olmuyor. olmuyor. Maşallah imkan var deyə kredit olmuyor da. Sən gözə gətirərsən mən axırı. Şükür Bax, mənim əlhamdülillah. 3 dənə kreditim var. Niyə? Çünki ona şəraitim yoxdur, məcburən götürmüşəm. Amma siz götürməmisiniz. Bax, Zahar verilişdə dedi, ay Ofeliyanın bahalı maşını da apar vurduq, yaman günə qoyduq, buraxdıq. Yəni lazım idi. Allah qismət eləsin, lap yaxşı. Almışıq, narahat olma. Və Sıra sağ ol, üstündən bir saat keçmədi. Vəssalam. Pul nətər olur? Sonra deyirlər ki, aparıcılar niyə müğənnilərə qarşı belə eləyirlər, niyə onların mülklərinin, nə bilim, nə qədər məbləğlərini olur. Mən daha qərar vermişəm ki, sual verin danışım, niyə əsəbləşim ki? Deyəcəm, niyə də deməyim ki? Bu Rovik bəy ilə dostluq, münasibət, səmimiyyət. Bəli, bəli. Hardan qaynaqlanır? Necə baş Bəy verdi? xonaq yaşayırdı, biz hardan başlayıb görəsən? Hardan başladı? Mənim maraqlıdır. Həqiqətən bayaq söhbət edirik. Verilişdən ki, o Rovikdə orada biz nə vaxt dost olduq? Hardan dost olduq? Biz necə başladıq? Var, daha doğrusu dostum mahnısıdır. Ona uyğun klip çəkmişik biz dostlarımızla bərabər. Ofeliya xanıma zəng elədim ki, Ofeliya xanım, istəyirəm, əlaqəmiz güclü deyil. Heç tanımırız demək olar. Tanıyırıq, sadəcə sosial şəbəkənin Rovik kimi tanıyırdım, o da mən Ofeliya Şabanova kimi. Dedi canla başla. Dediyim vaxt saat demişəm 4, biri görüb 3-də yığıblar, mənə Ceyhun müəllimlə yığıblar ki, biz buradayıq. Elə biz vaxtınçınamız, əlaqəmiz gücləndi, dostluğumuz möhkəmləndi. Elə hər gündə demək olar ki, bir yerdəyik bərabərik. Çox vaxt verilişlərə də bərabər qatılırıq, Bəli, tədbirlərə də. Rovik maraqlıdır. Niyə məhz Ofeliya xanım Şabanova? Niyə məhz Ofeliya Yəni xanım? sosial şəbəkə Çünki platformları. tərəzini əkizlər çox yola Estağfurullah gedir. da. Əslində hər- Roviksiz siz Ofeliya xanım. Yəni uşağı təkləməyin. Təkləmirəm, sual verirəm. Bilirsiniz nəyə görə? Həm düzün deyən xanımdır. Mən xoşlayıram ki, ətrafımda olan insanlar düz danışsınlar, səhv danışan insan olmasın. Mama qurban danış. Düz danışır. Həm dostcanlıdır. Sağ ol. Həm də istəyir hamıya kömək olsun da, mənə də bir dəstək olur. Nə yalan deyim, burada mən öz başıma gəlib bugün əyləşməmişəm. Siz də sağ olun dəvətə görə. Amma Ofeliya xanım da dəstək olmağı xoşlayan insandır. Dost dostun Yəni, yanında paylaşmağı olur. xoşlayır, bölüşməyi xoşlayır. Bugün həm çayım varsa bir stəkan istəyirəm bunu hamıya paylayım, kimin ki ehtiyacı var o da içsin. Ona görə əlaqəmiz daha çox güclənir, günü-günə möhkəmlənir. Hava əslində soyuqdur. Gəminin Mən hiss içərisində eləmirəm. külün ortasında. Niyə hiss eləmirik? Çünki bizim yanımızda bizi Həm peşimiz var. bu dostlarımız silən Green Bull'umuz sobalardır. Necədir əslində? Baxın. Bizə də göndərində bundan nə olar? Əslində başlar başlamaz Amma Ofeliya xanım əla bir söylədi ki, şeydir. yəni bu Green Bull sobalarından olsaydı mən də mənzilimi yerləşdirirəm. Ofislərdə, Həqiqətən. restoranlarda, evlərdə, harda istəsəniz rahat şəkildə yerləşdirə bilərsiniz. Hamısından Nə varımdır, nə şükür. tütün var. Ekoloji tam olaraq təmizdir. Baxın, 1 qram qaraltı İnanın üzərində ki, mən deyirəm yoxdur. ki, bayaq deyirəm Ayzami, bunu evə qoymaq olar, deyirəm. Super. Deyirəm hissi olaraq, deyir yox vallahi. Heç çox, bir şey ilk olmayacaq. dəfə görürəm ha belə yəni, bir bax, şey. şüşədən də oda davamlıdır. Yanacaq sərfiyyatı az, istiliyi mükəmməl. Təkcə Green Bull sobaları bizim sponsorumuz deyil. Eyni zamanda Həsənoğlu İnşaatdır, regionun təmir tikinti bazasıdır. Panorama Kür ailəvi istirahət məkanı bizim sponsorumuzdur. Təşəkkürümüzü bildiririk. Burada istidir. Amma gəminin ön hissəsinə keçid alanda soyuq olacaq. Peçimizi apararıq Amma özümüzlə. yenə də qayıdıb isinəcəyik. Robik, səndən gözəl bir ifa. Baş üstə. Gitarı Dostlara səsləndirək. səsləndirək. Dostlar izləyicilərimiz üçün. Bağımda bir mələk gəzər, gəzərkən gözlərin süzər, öldürür nazı qəmzəsi,
dənə sən bir dənəm, bir dənəm. Sənsiz axı dünyanı mən neylərəm, neylərəm. Bağımda bir mələk gəzər, gəzərkən gözlərin süzər, öldürür nazı qəmzəsi, qorxuram qəlbimi üzər. Üzüm gülər, gözüm gülər gələndə, gələndə, dilimdə hər sözüm gülər gələndə, gələndə. Onun eşqi gəzər mənim canımda, qanımda, istərəm hər zaman olan yanımda. İndi gəlsin gitar gitara, sən də söylə əzabım qutara. Sən mənim üçün bir dənə, sən bir dənəm, bir dənəm. Sənsiz axı dünyanı mən neylərəm, neylərəm. İndi gəlsin gitar gitara, sən də söylə əzabım qutara. Sən mənim üçün bir dənə, sən bir dənəm, bir dənəm. Sənsiz axı dünyanı mən neylərəm, neylərəm. İndi gəlsin gitar gitara, sən də söylə əzabım qutara. Sən mənim üçün bir dənə, sən bir dənəm, bir dənəm. Sənsiz axı dünyanı mən neylərəm, neylərəm. İndi gəlsin gitar gitara, sən də söylə əzabım qutara. Sən mənim üçün bir dənə, sən bir dənəm, bir dənəm. Sənsiz axı dünyanı mən neylərəm, neylərəm. Rafik, təşəkkür edirəm. Mən əslində bir qədər də azdan çoxdan cızmaqara etmə qabiliyyətim var. Mənə ilk öncə mahnıda sözlə musiqi vəhdət təşkil edəndə bir gözəllik yaradır. Biri Aladağdan, biri Qaradağdan olanda ola bilər hansısa bir söz, cümlə insan qəlbinə toxunur. Telemon Hüseynin bir gözəl söz var. Deyir, sözü sözün yanına elə qoymaq lazımdır ki, sözün sözdən xoşu gəlsin. Bəli, bəli. Ona görə də bir gün qəlbə toxunan, ürəyə toxunan sözlər lazımdır. Amma bu arada söyləmək istəyirəm ki, Ofeliya xanımın xəbərçiliyi də var. Mən yetimdən nə istəyir? Niyə? Xəbərçilik. Aha, de, tamaşaçılar bilsin. Başlamaz, yəni nəsə burada bir nüans baş verdi. Məni bir dəqiqənin içərisində baş prodüserimizə satdı. Ofeliya xanım. Mən də dedim onu efirdə deyəcəm və indi də dedim. Robert, eşitdin sən elə şey? Xəbəri yoxdur. Xəbərim yoxdur. Çünki niyə? İnanmayın. Bizim layihə rəhbəri bizi gözləyir. Bu da içəri deyir ki, mən pomidor yumurta yeyirəm. Ki, mənə gətirdir. Hə, mən dedim ki, ayıbda Ceyhun müəllim bizi gözləyir. Robert, səhv Burada düz deyir. Hə, pomidor yumurta yeyirdik. Dedim, adə tez oldu da, bizi veriliş baş. Deyir, yox, Ceyhun müəllim gözləyər. Olmaz axı. Layihə rəhbəri bizi niyə gözləməlidir? Yazıq deyil. Dostumdur, canımdır, əzizimdir, amma yox. Zamiq bəy düz deyir. Robert, sənə ataram suya. Yəni, bu belə işlər də var. Ofeliya xanım. Başıma donarsan orada. Belə işlər var. Ofeliya xanım, Mənə ehtiyatlı olur yəni. mən həmişə sizin ifalarınızı dinləyəndə, bax, bilmirəm rockdur, bilmirəm cazdır, bilmirəm popdur, bilmirəm klassikadır, nədir bu? Bu, bütün janrlardır. Müğənninin hünəri var, bütün janrları ifa eləsin. Baxın, yanlış anlamayın, heç vaxt mənəm demərəm, deməmişəm də. Qıraqdan ola bilər, görüntüm o cür olsun ki, Ofeliya, ola bilər mənim nəsə bu, necə deyək, bu emosiya ilə danışıram hər zaman. Deyirlər ki, hətta yaxına gəl insanlar məni el məclislərində görəndə deyirlər, Ofeliya xanım, sizə bir sözüm, mən sizdən əvvəllər sizdən elə zəhləm gedirdi. Deyirdim ki, niyə mən neynəmişəm sizi? Çox belə aqressiv xanım oxşursunuz, əsəbi. Amma siz necə sadəsiz, siz necə mehriban bir xanımsınız da. Deyirəm, valla, əziz tamaşaçılar, mənim bu verilişlərdə oturub belə əsəbləşirəm, danışığıma baxmayın. Mən həyatda emosiyalı danışan edirəm. Amma həyatda mən, inanın ki, görsəm qıraqda bir pişiyə nəsə olub, mən düz bir həftə depressiyaya düşəcəm, ona baxıb ağlayacam. Amma bizdə nədənsə belədir, bilmirəm niyə. Mütləq müğənni bir başqa cür olmalıdır, belə düşünənlər var. Mütləq müğənninin qaşı dartılmalıdır, burada durmalıdır ki, bu müğənni. Mütləq müğənni açıq-saçıq geyinməlidir. Dəminə belə vurun. Müğənni belə olmalıdır, onda müğənni kimi qəbul olunur. Sizin masamıza niyə vururuz Ofeliya xanım? Burada qalacaq. Burada qalacaq. Kameraya göndərəydiniz. Siz olsa... Heç olmaz, kamera tərəfə göndərəydiniz də belə.
Ora göndərir ki, Suya, yəni hər kəsin sulara, dağlara, daşlara. yox, belə göndərilir, hər kəsin öz payını götürsün. Hər kəs öz payını Hər götürsün. kəsin öz payını götürsün. Xahiş edirəm bizim masamıza vurmayın ki, sonra Oy, açıq-saçıq geyimlər. Göndərdim. masamızın kənarı sonra ona öyrəncəli olar. Yəni gələn qonaqların açıq-saçıq geyinirlər. Hər şeyin öz çərçivəsi olmalıdır. Mütləq, həyatda Hər şeyin da, öz bəli. eskizi olmalıdır. Hər şey çərçivəsində gözəldir. Biz məndən nəsə tapmayanda bu bəziləri baxırlar ki, ifamdan nəsə tapa bilmirlər. İstəyir yaşda məndən böyük sənətkarlar olsun, istəyir yaşda balaca olsun. Mən həmişə deyirəm ki, mənə hörmət qoyana hörmət qoyuram. Mənə yaşın fərqi yoxdur. Əgər o istəyir bizim sahədən söhbət gedir, yəni incəsənət sahəsindən, istəyir qocaman olsun, adı olsun, fərq etmə. Əgər mənə hörmətlə mən salam verəndə salam qızım deyəcəksə, mən ona salam verəcəm. Əgər eləcə mən ona əsla salam verməyəcəm. Əsla. Yəni belə bir xarakterdə olan bir insanam. Həm də aqressiv insansınız. İnanın ki, aqressiv insan deyiləm. Ola bilər mənim danışığım o cür məni göstərə bilir də. Yəni belə hərdən o müəyyən söhbətlər var. Mən ondan razılaşmıram. Özümdən asılı olmur, əsəbi kimi görsənirəm. Yox, ümumiyyətlə mən sizi illəri tanıyıram, siz aqressiv insansınız. Sən də pis oğlansan, burayını kəsərsiniz. Yox, heç nə kəsməyəcəm. Həqiqətən aqressiv insansınız. Niyə? Bax, nə vaxt aqressiv olmuşam, deyil. Mən eşidirəm. Ümumiyyətlə müəyyən məsələn çəkiş öncəsində baş verən müəyyən hadisələr. Keçən dəfəki əsəbimi deyirsinizsə danışmağımızı o keçdi yəni getdi. deməyin də tamaşaçılar mən aqressiv insanam. Siz aqressiv insansınız. Yox, hərdən elə aparıcılar olur ki, özümdən çıxardır məni. Ya mən niyyətim sizi özünüzdən çıxartmaq deyil, amma mən bildiyim qədər Yox, mən özümdən çıxsam mən gedərəm verilişdən. Yəni niyə siz çıxmalıyam hər ki? şey düz danışan ifaçısınız. Ona görə də mən deyirəm ki, tamaşaçıları müəyyən mənada aldatmaq da lazım deyil. Siz aqressiv insansınız mənim üçün. Bilirsiniz, məndən, sənətimdən, özümdən nəsə tapmayanda iki dənə şey var, ondan yapışırlar. Aqressiv qızdır, ərindən danışır. Heç də tapa bilmirlər Yox, axı. Ceyhun bəydən danışmıram. Yox, heç çox deyənlər var da o sözü. Amma yox, aqressiv insansınız. Bunu etiraf etmək lazımdır. Nə var ki burada? Əcəb eləyəm sonra. Belə deyim, mən də rahat olum da. Növbəti Rahatsız? rahatam. Hepsi dedi. Siz niyə rahatam ona görə? Mən əsəbləşəndə, siz əsəbləşəndə mən xoşuma gəlir. Ona görə Mən ki, bilirəm, bayaq deyirsiniz ki, mənim verilişimdən çıxıb gedə bilməsi, çünki biz Yox, dənizin onu demirəm, ortasındayıq. yox, onu demirəm. Mən Onsuz da gedə özümü suya bilməyəcəksiniz. ataram, özümü suya ataram. Amma oturmaram, çəkilmərəm. aqressiv olanda daha gözəl ifa edirsiniz. Ona görə mən də sizi bir qədər əsəbləşdirmək istədim ki, mahnı daha performanslansın. Mən sizə Əslində, yox, aqressiv əziz insan deyil, zarafat edirdim. tamaşaçılarımız, səni oxumayacağam. Oxuma. Əziz tamaşaçılar, sizlər üçün. Siz mənim canımsınız axı. Məni Ofeliya sizə etmişsiniz axı. Sizlər üçün gəlsin. Səs sizə Gözəl bir verəcəm bu mahnı. ifanı. Can aman, can size kurban aman. Gedəsiyəm yurduma, bir yerde qalaq aman. Can aman, can size kurban aman. Gedəsiyəm yurduma, bir yerde qalaq aman. Bir yerde qalaq aman. Vakma Allah. Dilber versin avaz. Kızılgül olmayaydı, ay ala gözüm, ala gözüm. Saralım solmayaydı, ay ala gözüm, ala gözüm. Kızılgül olmayaydı, ay ala gözüm, ala gözüm. Saralım solmayaydı, ay ala gözüm, ala gözüm. Bir ayrılık, bir ölüm, ay ala gözüm, ala gözüm. Hiçbiri olmayaydı, can ala gözüm, ala gözüm. Bir ayrılık, bir ölüm, ay ala gözüm, ala gözüm. Hiçbiri olmayaydı, can ala gözüm, ala gözüm. Can aman, can size kurban aman. Gedəsiyəm yurduma, bir yerde qalaq aman. Can aman, can size kurban aman. Gedəsiyəm yurduma, bir yerde qalaq aman. Bir yerde qalaq aman.
yaşattım birisine. Can ala gözüm, ala gözlüm. Beni çoban koysunlar, ay ala gözüm, ala gözlüm. Kızların sürüsüne, can ala gözlüm, ala gözlüm. Beni çoban koysunlar, can ala gözlüm, ala gözlüm. Kızların sürüsüne, ay ala gözlüm, ala gözlüm. Can aman, can size kurban aman. Gedesiyem yurduma, bir yerde kalak aman. Can aman, can size kurban aman. Gedesiyem yurduma, bir yerde kalak aman. Bir yerde kalak aman. Rovik Səfərov. Bəli. Bu ad, bu imza inşallah mən əminəm ki, Ofeliya xanımın yanındasansa tam olaraq bilinləşəcək. Ancaq düşünürəm ki, bu günləri Rovikin ifaları bir qədər fərqli üslubdadır, yanaşması da fərqlidir. Necə düşünürsən, səni digərlərindən fərqli edən daha nələr olacaq Valla Rovik? dediyini brendləşəcək. Mən brendləşmək istəmirəm. Zaten brendsən. Nə yalan deyim, brendləşmək istəmirəm. Ofeliya xanım, zəhmət olmasa keçsin bu tərəfə danış. Valla brend Xeyir olub, olur. özünü keyfiyyətli göstərir, brend kimi göstərməkdənsə səmimi olmaq daha yaxşıdır insanlar. Yalandan kübar kimi, Valla yalandan kübar kimi davranmaqdansa izləyicinin gözəl ünsiyyətli olmaq daha yaxşıdır. Rovik, məşhur olmaq istəmirsən. Məşhur olmaq ayrıdır, brend olmaq istəmirəm. Nə üçün Mənim brend olmaq məqsədim bu istəmirsən? dəqiqə üçün brend olmaq yoxdur. Məsəl üçün Mən də bu dəqiqə məqsədim odur ki, məşhur olum, ifalarım sevilsin, izləyicilər tərəfindən Gözəl sevilsin. fikir. Bunu istəyirəm. İfalarım çox sevilir, mən sizə bir söz deyim. Buna qabaq oxudum gitar mahnısında 7 milyon baxışı var. İndi oxuyacağım Dilbər mahnı oxuyacağam hal-hazırda sizin üçün. O mahnının da çox gözəl baxışı var. Amma sizin kimi insanlar dəstəyə çox vacibdir. Bəli. Ofeliya xanım kimi dəstəyə çox vacibdir. Ofeliya xanım Biz söylər ki, belə bir istedadlı gəncimiz var, dostumuzdur. Gəlsin efirə söylədi başda. Çox sağ ol. Bir halda buradasınızsa növbəti ifaya keçilir. Nə olacaqdır? Rovik? Dilbər oxuyaq sizin Dilbər. izləyicilərimiz üçün. Dinləyək. Sen bir ömür benimsen, gözüm değer güzelsen. Herkesten çok özelsen, her anımda gereysen. Sen bir ömür benimsen, gözüm değer güzelsen. Herkesten çok özelsen, her anımda gereysen. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Şirin şirin sözlerin aldı canımı benim. Şirin şirin sözlerin aldı canımı benim. Özgesine bakma sen, kalbim yaradı benim. Özgesine bakma sen, kalbim yaradı benim. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Şans vermene ey güzel dilber, sevim seni bir ömür dilber. Şans vermene ey güzel dilber, sevim seni bir ömür dilber. Gülüşleri güzeldir, yürüyüşleri güzeldir. Ey kurban olum nazlı yar, gülüşlerin güzeldir. Kurbanın oğlum ey yar, hayat senle güzeldir. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Dilber ey dilber, gözü kara dilber. Kaldır keman kaşların, başıma beladı dilber. Rovik, təşəkkür edirəm. Bir Çox daha sağ var olun, olasan. çox sağ olun, Neçə müddətdir dostluğunuz davam edir? Onu mənə zəhmət olmasa deyin. Əslində dostluqda illər sayılır. Bir il var da, hə? Bir il var. Bir olacaq. Amma Bir duetiniz yoxdur. Olacaq. Hardan bilirsən? Mən onu demək istəyirdim. Yox, ay, ay. hal-hazırki ana qədər varınızdır. Hələ ki yoxdur, Olacağı inşallah gələcəkdən olacaq. danışırıq. Yox, yox.
üstündə iş gedir, nə bilirsiniz, nə olur, nə baş verir. Olmalıydı o Bilirsiniz? zamana kimi. Olmadı. Bir stəkan çay vermirsən, gəl onun burnumuzdan gətir. Olacaq inşallah. İstəyirsiz içməyək. İçmə. Mən söhbət danışırdım, siz danışdınız. Hər ol. Niyə Niyə söhbət aqressivsən? Nə olub ay Ofelia xanım? Yox, mən aqressiv deyiləm. Bəs nə olub? Dəqiqə başa nə bilim mən. Ha, nə olub? Məsələ nədir? Ev yoxdur, Robek, davam elə söhbət. Yadınız Siz danışmaq istəmirsiniz ümumiyyətlə. Mən deyəndə ki, tamaşaçılara Ofelia xanım aqressiv insandır, mənə inanmır. Amma gəmidə oturub gəmiçindən dava edirsiniz. Yox, bir stəkan çay vermişsiniz, bayaqdan çay için, çayı buz kimi də çayı. Buz kimi süzmüşdüm siz şeydiniz də, soğumuş o mənim günahım deyil ki. Nəysə. Onda şokolad yiyin o. Yox. Doğrudan. Robik ilk dəfə gəlib bizim efirimizə dəvət etmişsiniz. Onun niyə keyfin əhvalını pozursunuz? Robek keyfin yaxşıdır. Yaxşıyam, yaxşı olur. Həmişə yaxşı. Siz öz keyfinizi pozursunuz. Mənim də əhvalım çox gözəldir, əladır. Həmişə də olsun Zamiq bəy. Valla mən buradayam istəyirəm, onsuz da. hər Gedən kəsin yerim keyfi həmişə yoxdur. yaxşı olsun. Veriliş öz efirimdir, öz verilişimdir. Yəni getmək istəsəniz gedə bilərsiniz, amma buradan hara gedəcəz onu Sən bilmirəm. ümumiyyətlə əsəbi olursan nə vaxtsa? Belə olanda əsəbləşirəm, aqressiv. Mən bayaq dedim axı, mən özümü suya ataram. Əgər bir yeri istəmirəmsə, özümü suya ataram, amma oturmaram orada. Biz layihə rəhbərimiz Ceyhun müəllimin xatirinə oturmuşam. Yəni mən də bir bəy kimi ona icazə vermərəm ki, siz özünüzü Çünki Ceyhun adlarına mənim hörmətim var. Yenə də yoldaşınız Mənim üçün ən gözəl bir addır. Nəysə. Bunu danışacağıq inşallah. Robik, sən əhvalı pozma, yəni neçə vaxtdır bir yerdəsinizsə, artıq Ofelia xanımın əsəblərinə, aqressiyalarına, müəyyən nələr sonra xanımdır, kaprizlərinə dözülsə heç nə olmaz. Mahnıdan bir qədər ipucu verək, tam açıqlamanızı istəməyəcəm, onsuz da onu verməyəcəksiniz mənə. Nə mahnıdır, necə bir mahnıdır? Ofelia xanımın zövqü biraz fərqlidir. Deyir sevgi olmasın, nə ayrılıq olmasın, tam fərqli bir janr istəyir, fərqli bir mövzu istəyir. Onda ki bizim bəstəkarlar çox azdır o mövzuda yazsınlar. Hamısında şablondur, yəqin bilirsiniz. Mən səni gördüm, mən səni sevdim, ayrıldıq, getdim. Ona görə biz gözləyirik ki, tam fərqli bir janrda biz artıq müraciət eləmişik, bizim dəyərli dostumuz var. Ona yazsın, versin. Çox gözəl bir mövzudur. Mövzu artıq bizə məlumdur. Sadəcə sözləri uyğunlaşdırsın. İnşallah ifa eləyəcəyik. Nə vaxtsa Ofelia xanımın dəyərli duet ortağı icazə versə, onda biz ifa edəcəyik. Mən heç kəsdən icazə də almıram. Ürəyim istədiyimi, mən heç kimə deməmişəm ki, mənlə duet oxuyana ki, Pərviz Tahiri buradan salamlayıram, mənim dəyərli qardaşım. Mən heç vaxt deməmişəm, mən ifa etdiyim vaxtdan demişəm ki, ürəyin kimlə istəyir ifa eləyə bilərsən? Yox, həqiqətən. Mən də kimlə istəyirəm, ürəyim ifa eləyə bilərəm. Yəni, bunu heç kim mənə qadağa qoya, mən yeganə qadağa qoya biləcək adam mənim yoldaşımdır. Kürün tam olaraq mərkəzində, gəminin içərisində, hər tərəfi açıq. Burada bizə nə deyirlər? Nə deyirlər? Nəğmə deyər şirin, şirin, ay mənim ana kürüm, bəzəysən sən bu yerin, qurbanam sana kürüm. Nəğmə deyər şirin, şirin, ana kürüm, bəzəysən sən bu yerin, qurbanam sana kürüm. Ay mənim ana kürüm, ağlayam sana kürüm. Ay mənim ana kürüm, belə qurbandır biz gəlmişik sana kürüm. Samiq yatdı. Bitdim. Hə, Allah bitdi. köməyim olsun Ofelia xanım. Əla. Keçdik növbəti ifaya, dostlarımıza mahnı təqdim edir. Gəlsin mahnılarımızın ən gözəli, tamaşaçılarımız üçün sevirəm sizi. Talanın ey yastı yolu, su geldi ay Allah bastı yolu.
Təşəkkür edirəm də, yəni çıxılmaz vəziyyətdə, yəni görüşmə partisi mənəmsə, yəni çıxılmaz vəziyyətdə qalıb Siz təşəkkür sağ olun edirəm. Zamiq bəy. Mən təşəkkür edirəm sizə. Mən sizi həqiqətən çox istəyirəm. Bir Qarşılıqlıdır. qardaşım, mən sizi çox Bilirəm, istəyirəm. qarşılıqlıdır. Siz səmimi insansınız. Təşəkkür Heç də aqressiyanız yoxdur. Sizi Çox sağ olun. əsəbləşdirmək o qədər də asan məsələ deyil. Sakitləşdirmək də o qədər asan məsələ deyil. Bilirsiniz niyə əsəbləşdirmirlər? Ən çox müğənnilər məni çox əsəbləşdirmirlər. Bilirlər ki, o fil əsəbləşəndə yaxşı oxuyur. Oxuyur. Ona görə İnanın səmimiyyətimə. Müğənnilər var, deyir ki, mən əsəbləşir, səsim xırıldır. İnanın, and olsun Allah, mən biraz da yaxşı oxuyuram. Məni gərək əsəbləşdir, mən bütün heyfim mahnıdan çıxıram. Mən əslində bax bu ortamın çox gözəl ifalarını, çox gözəl duetlərini nəsə beynimdə bir təsəvvür edirəm. Düşünürəm ki, bir-birinizin, çünki bəyin də təklikdə ifasını dinlədim. Sizin də səs temirinizə ən azından bələdəm və seçdiyiniz mahnılar və düşünürəm ki, sizin bir yerdə performansını bir yerdə Onun səsi olmasaydı mən heç vaxt rolikdən oxumazdım. Yaxşı olacaq. İnşallah oxuyacaq. Amma təbii ki, bu məqamda var. Amma digər məqamlardan biri də ondur ki, mən düşünürəm, bir insanın daxili gücü, mənəviyyatı, düşüncəsi, yanaşması daha geniş olmalıdır ki, Bəli, bəli. nəinki ifa bacarığı, nəyinsə hansısa bir sahədə göstəriciləri. Onlar hər ikisi balans olsa daha məqsədə yoğun ola amma Çox olmaya da doğru bilər. deyirsiniz. Sənətkar var, üzr istəyirəm Zamiq bəy, sözünüzü kəsdim. Birinci səbəbi Bilirəm, dəfələrlə olub, bu da olsun. Sənətkar var, mənim şəxsən onun şəxsiyyətinə hörmətim yoxdur. Qəti yoxdur ha. Amma sənəti gözəldir, mən onu dinləyirəm. Amma şəxsiyyəti mənim üçün sıfırdır. Amma sənətkar var, sənəti çox balacadır, şəxsiyyəti gözəldir. Ona görə də Ofeliya xanım, hər şey qaydasında olanda, balans Əlbəttə olanda ki. daha gözəl. Elə. Birinci saflıq varsa da suda, artıq içiləndə dərd verir Bəli, suda. özünüz dediniz gözəl, bəli, çox Bəli. doğru. Tək yenidən ifalar yəqin ki olacaq. Məndə. Bəli. Seçimlər var. Var. Seçimlər də var. Duetlər də var. Məndə hamısı hazırlanır. Əvvəldən hazırlayıram ki, bu vaxtda bu mahnı təqdim olunacaq. Yeni ilə qədər bu mahnı təqdim olunacaq. Hamısı planlaşdırılır. Təxminən belə deyək, neçə ifa gözlənilir? Yeni ilə qədər bir Aha. mahnı. Bir mahnı. Əvvəllər sizə bir söz deyim. Çox desəydi deyəcəkdim ki, onların heç biri uğurlu Yox, ola yox. bilməz. Duetlərin də var o başqa. O məqam. Yox, duetim yoxdur, əsəbləşmə. Yox. Hə, yəni yox, onu sual Aa, Ofeliya xanıma qısqanclıq eləyir. Bu qədər qısqanc bilmirdim. Bilmirdiniz. Qısqanc deyil əslində, özünkünü mənimsəməyi xoşlayan bir. Amma Mən dostlarımı qorumağı çox sevirəm. Bəs əvvəldə söylədiniz ki, mənim duet ortaqlarım heç biri. Mənim duet ortaqlarım yoxdur axı. Yəni bir duet ortağımız var. Pərviz də bizim dostumuz da. Yəni onu da deyim. Həqiqətən indi sabah gələcək Yox, yanımıza. bildim. Dəvət eləyəcəm Biz onu inşallah çox sevirik. efirə gələcək. Həqiqətən. Yox, Ofeliya xanım, siz dediniz ki, Pərviz bəy mənə heç də deyə bilməz, yəni mən kimləsə duet oxusam. Bu, Bəs amma siz 100%. özünüz söylürsünüz, yox, məndən başqa heç kim yox. Mən nə vaxt elə söz dedim? Bax, İndi elə dediniz də. ay əziz tamaşaçılar, elə bir söz demişəmsə, bax indi onu çəkin mənə göstərin ki, mən elə söz dedim burada. Bəs mən sual verim ki, qısqanclığı siz Ay niçin o qədər operatorlar, mən bilmirdiniz? elə bir söz işlətdim burada. Onu kəsib ki, verəcəm. Oxuya bilməzsiniz. Qoyun bilsin. Verin, çox xahiş Yaxşı. edirəm, 10 milyon bizi gözləyir, o sözümüzü Yaxşı. sübut edin. Onda keçid alaq qısa fasilə, fasilənin ardından Çox bu söhbəti naziksiniz. üzərinə gələrik. ilə yaxındır siz müştərilərin etimadını doğruldan Həsənoğlu Regional İnşaat Materialları mağazası bugün də sizə xidmət etməkdən məmnundur. Burada olan bütün məhsulları zaminsiz, arayışsız, rəsmi iş yeri olmadan 24 aya qədər rahat kredit şərtləri ilə də əldə edə bilərsiniz. Usta rahat, ev sahibi ondan da rahat. Hər gün yenilənən endirimlərdən siz də yararlana bilərsiniz. Həsənoğlu İnşaat. Bizimlə siz də fərqli olun. Sizə Greenbull şirkətinin istehsal etdiyi müasir, qənaətçi və ən əsası ekoloji təmiz sobalarını təqdim edirik. Greenbull sobalarını evlərdə, restoranlarda, iaşə obyektlərində, hətta belə açıq məkanlarda rahatlıqla istifadə edə bilərsiniz. Greenbull sobaları pelet yanacağı ilə işləyir. Greenbull şirkəti müasir texnologiya ilə milli istehsalın uğurlu sintezdir.
Benim sana demediğim yüreğimde bir söz kalıp Məni görsən, tanımarsan Məni bu hala həsrət salıb Həyatımda səndən sonra Nə qəmlər çəkib acı günlər görürdüm Həyatımda səndən sonra Nə qəmlər çəkib acı günlər görürdüm Mən öləndən sonra Məzarımın üstünə gəlmə Danışma demə bir kəlmə Desən də daha geçdi İndi otur ağla Mənə yad biri olmaqla Ürəyinə qaradaş bağla Daha bizdən keçdi Xoşbəxt yaşa Sənə budur son niyyətim Gedirəm mən bir dəfəlik Amma yaşar məhəbbətim Həyatımda səndən sonra Nə qəmlər çəkib acı günlər görürdüm Həyatımda səndən sonra Nə qəmlər çəkib acı günlər görürdüm Mən öləndən sonra Məzarımın üstünə gəlmə Danışma demə bir kəlmə Desən də daha geçdi İndi otur ağla Mənə yad biri olmaqla Ürəyinə qaradaş bağla Daha bizdən keçdi Mən öləndən sonra Məzarımın üstünə gəlmə Danışma demə bir kəlmə Desən də daha geçdi İndi otur ağla Mənə yad biri olmaqla Ürəyinə qaradaş bağla Daha bizdən keçdi Gəldi həmin söhbətin üzərinə. O yeri var, Ofeliya xanım, verəcəm. Nə var? De, mən nə dedim? Raqib, siz necə dediniz bəs? Şimdi mən bu qədər qısqanc bilmirdim. Nəyə rəğmən dediniz qısqanc bilmirdim? Robert, Duetim mən var deyir. Yəni yeni duetim var. Yeni duetlərim var, sual verir. Yəni məndən Ondan başqa heç kimin oxumayacaqsan. Elə O söz- demək idi. Aa, Mən sənə bir söz deyim. necə? Səbəbimi danışıram da. O mənə deməyə haqqı var. Mən icazə vermirəm. O deməyə haqqı Всё. var. Bunu Sən başqa- əvvəlcədən Bir Bir dəqiqə, bir dəqiqə. Əgər biz duet Mənə bax, oxuyacaqsa- Qırın sən bir-birinizi. eşimə duet Qırın oxumayacaqsan. bir-birinizi. Biz Sən oxuyacağıq eşimə əgər. yox qurtar, sonra. Haqqı Bax, var. indi dedim. Qırın bir-birinizi. Bir dəqiqə, qırın bir-birinizi yox, de. Sən eşimə duet oxumayasın. Yox, bugün nə Qurtardı. Sonra. Bax, ürəyin sonra nə eşitmək istəyir? Görməyəcəksiniz. Ofeliya xanımdan başqa. Всё. Sonra Sonra. mənə bu lazım idi ki, Rabik bəy yalnız Nə qədər vaxt yaxşı, bəs nə qədər vaxt? Ata Vəssalam, deyən ki, bu vəssalam, verişdə yo, yo, söhbət vəssalam, eləyəcəm. Ömrümün vəssalam. axırına Bəli, bəli, bəli. Nə qədər ki, bu Yaradıcı. camiyədəsiz, bu yaradıcılıqdasınız, Ofeliya xanımdan başqa heç kimlə duet oxumayacaqsınız. Deməli, durun sözünüz üzərində. Deyin bir də. Nə tərəf? Deyin ki, ömrünüzün sonuna qədər, nə qədər ki, bu sənətdə... Mən sözü bir dəfə deyirəm. Vəssalam. Peşatda bir dəfə qoyuram. Amma mən bir Şey şeyin deyirəm. şahidi oldum ki, Pomidor yumurtanı çox istəyirəm, yoxsa siz ətrafınızda olan dostlarınızı paylaşmağı heç sevmirsiniz. heç sevmirəm. Heç vaxtda sevməyəcəm. Yəni mən belə bir insanam da mən nə edeyim? O mənim xasiyyətimdir. Mən o cürəm, mənim dostlarımı paylaşmağı xoşlamıram. Elə mən sizin gözünüzün qabağında 2 saat inşallah Heydər Əliyev sarayında akapella konsert verəcəm. Quru mikrofonla, sizin kimi exo salon verməyəcəm. Yəni bunu mütləq bunu həyata keçirəcəm Allahın izni ilə. Bəs düşünmürsünüz ki, bu verilişdən sonra digər ifaçılar desinlər ki, nə var ki, orada Onların ürək, orada ürək lazımdır. Ola bilər ürəyi olsun, səsi olmasın. Ola bilər. Ola bilər. Verə bilirlərsə versinlər. Rəfiq Səfərov, minnətdaram sənə. Təşəkkür edirəm. Çox sağ olun. Ofeliya xanım Şabanova. Var olasın. Təşəkkür edirəm. Siz sağ olun. Görüşərik dəyərli dostlar. Minnətdarıq bir-birinizə.
Elin sesi yayılır dünyaya, Kür çayı danışır, sakit axa axa min geçevir səslənir. Qəlbimizdə var hava. Elin sesi, elin sesi, her dalgada bir hikaye kesir. Elin sesi, elin sesi, yüreklere dokunan efsanesi. Kür çayının nəğməsi ruhu çağırır, sözlerimiz dalgalanır. Elin sesi,